Salamlar, hər birinizi xoş gördük. Bugün sizlə çox maraqlı bir tam hekayəsi danışacağıq. Başlamazdan əvvəl xahiş edirəm bizə dəstək olmaq üçün bu izahı bəyənin. Hazırsınızsa başlayaq. Söhbətimiz məşhur livan salatı fattuş haqqındadır. Təsəvvür edin, bu resept əslində iki mədəniyyətin bir araya gəldiyi bir ləzzət nöqtəsidir. Bir tərəfdə klassik livan kəndli mətbəxi, o biri tərəfdə isə bizim öz maye yaqutumuz, nar şarab, yəni tam bir kulinariya sintezi. Bəs fattuş adı hərdən gəlir? Əslində adı ərəbcə qırıntı deməkdir. Yəni bu salat bayatlamış çörəkləri atmamaq, onlara ləzzətli, yeni bir həyat vermək üçün yaranıb. Görürsünüz, mətbəxdə yaradıcılıq budur. Yaxşı, deməli, gəlin işə başlayaq. İlk olaraq salatın, belə deyək, onurğa sütununu hazırlayırıq. Söhbət əlbəttə ki, o məşhur xırtıldayan pitadan gedir. Proses əslində çox sadədir. Baxın, pitalaları üçbucaq kəsirik, zeytun yağı ilə qarışdırırıq və ən vacib məqam gəlir, bol sumaq. Yəni bu sumaq olmasa, bu sadəcə qızarmış çörək olar. Məhz sumaq ona o xarakterik turş məzə dadı verir. Pitamız sobada xırtıldayarkən, biz də keçək salatın təzə hissəsinə, yəni bağçanın arxitekturasına. Və burada, inanın, doğrama texnikası hər şey həll edir. Baxın, burada bir qaydanı yadda saxlamaq lazımdır. Hər şeyi rustik, yəni kobud, iri doğrayırıq. Zəriflik axtarmayın. Fattuşun bütün gözəlliyi onun bu kobudluğundadır. Çünki hər dişləmdə xiyar, pomidor, turp, hər birinin dadını ayrı-ayrılıqda hiss etməlisiniz. Deməli, əsas tərəvəzlərimiz hansılardır? Xırçıldayan Roma marulu, şirəli al-qırmızı pomidorlar, sərinləşdirici xiyar və turp. Tərəvəzlər tamamdır. Amma hələ salatın ruhu yoxdur. Bəs o ruh nədir? Bax, bu otlar. Bol-bol təzə nanə və cəfər. Yəni bunlar olmadan fattuş sadəcə tərəvəz qarışığıdır. Bu göyərtilər salata elə bir təravət, elə bir ətir verir ki. Və gəldik çatdıq ən həyəcanlı, ən vacib yerə. O sehirli sous. Sousu hazırlamaqda uşaq oyuncağıdır. Sızma zeytun yağını, təzə sıxılmış limon suyunu götürürük, içinə biraz əzilmiş sarımsaq atırıq və əlbəttə ki, bizim nar şarab əlavə edirik. Sonra isə ən vacibi, güclü şəkildə çalmaq. O qədər çalmalıyıq ki, qatı, hammar bir qarışım alınsın. Buna kulinariyada emulsiya deyirlər. Beləliklə, xırtıldayan pitamız var, təravətli tərəvəzlərimiz var, sehirli sosumuz da hazırdır. İndi nə qaldı? Əlbəttə, yığma sənəti. Bəs sizcə, fattuş salatının ən vacib, pozulmaz qaydası nədir? Bir düşünün. Cavab gəlir, xırtıldayan pittalar salata servisdən sadəcə saniyələr əvvəl əlavə olunmalıdır. Bu, qızıl qaydadır. Əgər tez əlavə etsəniz, bütün əziyyətiniz boşa gedəcək. Çörək sousu canına çəkib yumşalacaq, xırtıltını itirmək olmaz. Və bir də təqdimat məsələsi var. Pitaları sadəcə salatın üstünə tökməyin. Onları qabın kənarlarına bir tac kimi düzün. Bu, həm salatınızı çox gözəl göstərəcək, həm də yemək üçün daha rahat olacaq. Demək olar ki, hər şey hazırdır. Amma gəlin bu salatı yaxşıdan mükəmmələ çevirən bir neçə son toxunuşa, yəni peşəkar məsləhətlərinə baxaq. Baxın, birincisi təravət sirri. Tərəvəzləri yuduqdan sonra mütləq tam qurulayın. Çünki yaş yarpaqlara sous yapışmır. İkincisi, sumaq faktoru. Sumaqdan təkcə çörəkdə yox, salatın üzərinə də səpin. Bu, zeytun yağının ağırlığını balanslaşdırır. Üçüncüsü, əgər tapa bilsəniz, mütləq pərtə töyün əlavə edin. Bu, salata əsl autentik livan dadı verir. Və nəhayət, bəzək. Süfrəyə verməzdən əvvəl üzərinə biraz da sumaq və təzə nar dənələri səpməyi heç vaxt unutmayın. Və budur, Livanla Azərbaycanın bir boş qabda yaratdığı möhtəşəm harmoniya. Ümid edirəm bu təravətli, xırdıldayan və inanılmaz ləzzətli salatı hazırlayıb zövq alacaqsınız. Nuş olsun. Daha çox belə məlumatlar, reseptlər üçün bizi izləməyi unutmayın. Sağ olun.